Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə hisə verilmiş toyuğun ev şəraitində hazırlama qaydasını təqdim edirəm. İlk olaraq marina suyunu hazırlayaq. Bizə lazımdır su, iri duz, dənə qara istiyot, mixək, keşniş toxumu, sarımsaq tozu, qırmızı biber tozu. Bütün ərzaqları qazana əlavə eləyib qazın üzərinə qoyuruq. Qaynamağa başlayandan sonra 4-5 dəqiqədə qaynadıb götürürük. Əziz izləyicilər, marina suyu mütləq soymalıdır. Öncədən toyuğu doğrayıb yumuşam. İndi bıçaqla 1-2 yerinə deşirik. Baxın, bu görə. Sonra şirəli qazan götürürük. Toyuqları düzdük. Soyumuş, marina edilmiş suyu da əlavə edirik üzərinə. Qoyuruq soyuducuya. Əziz xanımlar, 5-6 saat soyuducuda saxlayırıq. Vaxt tamam olduqdan sonra toyuqları çıxarıb yığırıq aş düzənə, suyu süzülsün. İndi də salfet kağızı götürürük. Yaxşı qurulayırıq, tam quru olmalıdır. Videoda gördüyünüz kimi qazan götürürük. İçinə meyvə ağacından yonqarı əlavə edirik. Yəni qazanın dibinə hər tərəfli yonqar əlavə olunur. Sonra da üzərinə alüminium folqanı səririk. Onun da üstündən mikrodalğada olan məndə bu idi. Yəni sizdə də başqa aş düzən də eləyə bilərsiniz. Məndə mikrodalğada olan dəmir setkadan istifadə elədim. Bir də əzizlərim, toyuğun hissələrini o dəmir setkanın üzərinə yerləşdiririk. Sadəcə olaraq aralı olmalıdır. Sonra qazı yandırırıq vamodda. Aşı necə dəmə qoyuruq? Bax, o cürə vamodda. Üzərinə də dəmir qoyuruq. Sonra qazanı yerləşdiririk qazın üstünə. Qapağını örtürük. Demək, tamlıqla, əziz izləyicilər, 3 saata hazır oldu. Mən sizə gördünüz, yarım saatdan sonra göstərdim. Tez də qapağını örtürəm ki, yəni istiliyi çıxmasın. Get-gedə rəngi tam ürəyimcən olanda sizə göstərdim. Saata baxdım, 3 saata hazır oldu. Dadlı, ətirli, tam yerində his dadı. Yedikcə his dadı bilinir. Yaxşı olar ki, biraz soyusun. Soyuduqdan sonra daha da qəşəng dad özünü tutur. Vaxt keçməsin deyə videonu da sonlandırmaq üçün əziz izləyicilər, baxın mən burada sizə göstərirəm necə gözəldir. İnanın ki, o qədər məsləhətli reseptdir. Videonun alt bölümündə resepti yazacağam. Siz oradan istifadə edərsiniz. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal edin. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Allaha əmanət olun.